Dövlət qurumu və məmurları tərəfindən qanunsuzluq və özbaşınalıqla üzləşən biri olaraq ölkə rəhbəri cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, hal-hazırda elə bir dövrdə yaşayırıq ki, qanunlar yalnız kağız üzərindədir. Qanunlar yalnız vətəndaşlar üçün və sadə xalqlar üçündür. Məmurlar üçün bu qanunlar heç bir əhəmiyyət kəsb eləmir. Çünki məmurlar dövlətin qanunlarını öz xeyirlərinə istifadə edirlər. İstədiyi kimi öz lehlərinə dəyişə bilirlər. Onların öz qanunları, öz idarəetmə sistemləri vardır. Və qanunları əllərində iti qılınc eləyib vətəndaşların başına endirməyə hər an hazırdırlar. Bunu ona əsaslanaraq bildirirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları əmla kimi mənimsəyib, bütün dövlət qurum rəhbərlərinin bundan xəbəri var, şəxsən dövlət qurum rəhbərlərinin, bütün nazirlərin bundan xəbəri var. Çünki hamısının bir dənə qəbulunda olmuşam. Hətta sizin köməkçilərinizin də Fuad Alasyarovun, Şahmar Mövsumun olan köməklərində qəbulunda olmuşam. Mehriban xanım katibliyinin də 4 dəfə qəbulunda olmuşam. Şəxsən xəbərləri var, lakin bugünkü günə qədər dövlətin adından çıxardılan məhkəmə qətnamaları Lənkəran İcra və Propasiya şöbəsi tərəfindən icra edilməmişdir. Dəfələrlə Ədliyyə Nazirinin qəbuluna girdiyim halda və yeni Ədliyyə Naziri Fərid Əhmədovun da 2 dəfə qəbuluna girdiyim halda oktyabrın 25-də də yenə də qəbuluna yazılmışdım. Lakin Lənkəran İcra Propasiya şöbəsinin tapşırığına əsasən qəbula yazıldığım halda, qeydiyyatdan keçdiyim halda növbəm çatdı. Hətta nazirin qapısına kimi aparıldım ki, qəbula girim. Oradan zəng gəldi ki, Abdullayev Azər Zadiloğlu qəbula buraxılmasın. Qəbul şöbəsinin rəhbərliyi də məni qəbula buraxmadı. Nə qədər etirazımı bildirsəm də xeyir olmadı. Ondan sonra yenə də yanvar ayının 31-də cənab Fərid Əhmədov Astara rayonunda Lənkəran Masallı yardımlı cəmaatını qəbul edəndə mən yenə də Masallı vətəndaşı olaraq qəbula yazıldım. Yenə də Lənkəran İcra Propasiya şöbəsi, qəbul şöbəsinin rəisi Kamala və digərlərinə gələnlərə bildirdilər ki, Abdullayev Azər Zadiloğlu heç bir halda bu qəbula girməməlidir. Ədliyyə Naziri, keçmiş Ədliyyə Naziri Fikrət Məmmədovun dövründə heç vaxt belə özbaşınalığı olmamış. Hətta qeyri-rayonlarda da vətəndaşlar yazıldığı halda Fikrət Məmmədov vətəndaşları qəbul eləmişdir. Mən dəfələrlə Ədliyyə Nazirliyinə və İcra Baş İdarəsinə, Məhkəmə Hüquq Şurasına və digər bütün dövlət qurumlarına müraciət etdiyim halda borclu təşkilat dövlət qurumudur deyə məhkəmə qətnamaları icra edilmir. Hətta cənab Prezident, bu sizin öz sözünüzdür ki, qanun qarşısında hamı eynidir. Qanun hər kəs üçün eyni qüvvədədir, eyni hökmü daşıyır. Lakin bu yalnız sözdədir. Dövlət məmurlarına bunun heç bir elə bilən aidiyyatı yoxdur. Siz bir dəfə bu dövlət məmurlarından soruşmuşsunuz ki, bir belə imtiyazlar, bir belə var dövlətlər, bir belə milyonluq maşınlar, villalar, ya sadə məmurlara sizə hardandır soruşmuşsunuz, mən sizə deyim. Mənim kimi vətəndaşların əmlakını, mənim kimi vətəndaşların cibində olan 5 manata göz dikməklə, əmlakına göz dikməklə, soyub soğana çevirməklə, bunlar boğada var dövlətlər yığırlar. Dövlətin əmlakını mənimsəyirlər, amma biz xalq olaraq acından ölürük. Əlimizdə olanları da bu dövlət məmurları alıb yeyirlər. Dövlətin adından məhkəmə, hökm və qətnamaları var, icra eləmirlər. Heç kimi saymırlar, heç kimi deyişlərinə qoymurlar, nə qanun bilirlər, nə prezidentin tapşırıqlarına əməl edirlər. Sadəcə fikirləri budur ki, biz vətəndaşı necə soya bilərik, biz vətəndaşın əlindəkini necə ala bilərik. Onsuz da əmindirlər ki, vətəndaş şikayət etsə də, onların vətəndaşların şikayət məktubları onsuz da boğulur, qoymurlar sizə çatmaya. Vətəndaşlar məcbur olanda sosial şəbəkələrdən də sizə müraciət edəndə özlərinə şərəf və ləyaqətini tapdalanmış bilirlər. Çünki 2 gün bundan qabaq, 3 gün bundan qabaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızlar Balıq Artırma Təsərrüfatı və Bioloji Resursların Müxtəlifliyi mənim məhkəməyə veriblər ki, güya mənim çıxışlarım onların işgüzar həyatına və şərəf və ləyaqətinə xələl gətirir. Yaxşı, siz niyə vətəndaşın əmlakını mənimsəyəsiniz ki? Siz niyə dövlətin adından çıxardılan məhkəmə qətnamalarına riayət eləməyəsiniz ki? Niyə vətəndaş bir belə qəbullarda olduğu halda, bir belə şikayətlər etdiyi halda, bir belə səsin çatdırmaq istədiyi halda dövlətin qanunlarına riayət etməyəsiniz ki, sizin adınız çəkilsin, indi siz öz şərəf və ləyaqətini tapdalanmağını deyirsiniz.
Buna görə işçilər həyatınıza xala gətirməyindir. Siz bilirsiniz, işçilər həyat zaten xala gətirdiniz və vatandaşın əmlakını yiyəndə. Siz bilirsiniz, şəxsiyyət və şərafətiniz haçan taftalandı. Dövlət qətnamalarını icra eləməyəndə, vatandaşı küçələrə salanda, vatandaşa zülm eləyəndə, onda sizin şərəf və ləyaqətiniz tapdalandı. Kiçik Qızılağac balıq artırma təsərrüfatının rəhbərliyi. Sizin o vaxt işçilər həyatınıza xəlal gəldi ki, prezidentin tapşırıqlarına əməl eləməyəndə, nə qədərdir ki, xalqı incitməyin, amma siz biraz da xalqa sistəməyədir, biraz da xalqa zülməyədir. Onda sizin işçilər həyatınıza xəlal gəldi. Vatandaşın əmlakını yiyəndə, dövlətin büdcəsini talayanda, vatandaşa sistəm eləyəndə, onda sizin şərəf və ləyaqətiniz tapdalanmır. Bir vatandaşın sizin adı çəkməyi şərəf və ləyaqətinizi tapdalayır. Niyə bu səviyyə vatandaşlara gətirirsiniz ki, vatandaş durub sosial şəbəkələrdə sizin adınızı çəkir? Vatandaş üçün maraqlıdır bəyəm. Vatandaşlar üçün maraqlıdır bəyəm. Siz nə edirsiniz, nə izah? Onsuz da siz nə edirsiniz, nə qədər yeyirsiniz, dağıdırsınız, onsuz da hamı göz yumur. Vatandaş nə qədər desin? Vatandaşın sözünə qulaq asan var onsuz da. İndi bu gün gəlib 8.000 mənə təzminat ver, mənim şərəf və ləyaqətim tapdalanıb. Vatandaşın əmlakını yiyəndə həmin insanda şərəf və ləyaqət ola bilməz. Mən bunu yenə də ayın 3-də yenə baxışı məhkəməsidir. Bir dəfə məhkəmə olub, orada da deyəcəm. Vatandaşın əmlakını yemək şərəf və ləyaqət deyil. Dövlətin adından çıxardılan məhkəmə qətnamalarına icra eləməmək işgüzar həyat deyil. Dövlət məmuru olmaq deyil. Hər kəs Azərbaycan Respublikasının prezidenti başda olmaqla, bunu cənab prezident özü deyib. Hər kəs məhkəmə qətnamalarını icra eləməyə borcludur. Bunu konstitusiyada yazılır və bunu siz eləməyə məcbursunuz dövlətin adından çıxardılan məhkəmə qətnamalarını. Cənab prezident, siz bugün ölkə rəhbəri olaraq bütün dövlət qurum rəhbərlərini siz təyin edirsiniz və siz təyin elədikləriniz özləri üçün müavinlər və digər qurumlarla rəhbərlər seçirlər. Bugün bir belə özbaşınalıq gedir. Hətta dövlət qurum rəhbərlərinin qabında olur, bütün özbaşınalığı dilimizlə deyirik nazirlərə, Ədliyyə Nazirliyinə, İcra Başdarasına, Ombudsmana, Milli Məclisə, Ekologiya Nazirliyinə, Cənab Prezident, sizin köməkçilərinizə, Mehriban xanımın köməkçilərinə, lakin bizim dediklərimiz bizdə qalır. Şablon cavabdan başqa heç bir şey görmürük. Nə qədər Ədliyyə Nazirinin qapısını mən döyməliyəm, nə qədər İcra Başdarasının qapısını döyməliyəm, nə qədər Lənkəran İcra Prokuror Şöbəsi bir dənə telefona cavab verməyəcək. Nə vaxt məhkəmə qətnamaları icra olunacaq? Niyə əvvəldən həbs qoyulduğu halda onların əmlakına niyə icra eləmədilər? Niyə borcu təşkilat vətəndaş deyir ki, borcu təşkilat dövlət qurumudur. Dövlət qurumudursa onların fəaliyyəti dayandırılsın, onda məcbur olub verəcəklər. Çünki onlar məhkəmədə deyirlər ki, yenə deyirəm, Kiçik Qızılağac balıq artırma təsərrüfatının rəhbərliyi bütün məhkəmə salonlarında deyib ki, bizim təşkilat cənab prezidentin nəzarətindədir, bizim təşkilat, mənim rəhbərlik elədiyim təşkilat cənab prezident tərəfindən maliyyələşir. Onda beləcə ki, nə deyirəm, əvvəl çıxışlar nə deyirəm, bəs bunda kimi gözlüyündə cənab prezident məhkəmə qətnamalarını icra elətdirin də. Əgər sizin nəzdinizdə, yox, əgər sizin nəzdinizdə deyilsə, Ədliyyə Nazirliyinə xahiş edirəm, göstəriş verin, Ekologiya Nazirliyinə göstəriş verin ki, bu dövlətin adından çıxardılan məhkəmə qətnamalarıdır. Bunu Abdullayev Azad Zadiloğlu evdə oturub yazmayıb əli ilə. Bu dövlətin konstitusiyasına əsaslanıb. Həmin konstitusiyası ki, cənab prezident, siz prezident keçəndə Qurandan qabaq birinci həmin konstitusiyaya əl basırsınız. Həmin konstitusiyası ki, bu icra məmurları, bu dövlət qurumları həmin konstitusiyayı tapdarırlar, et vericilərinə də qoymurlar. Yəni, bunu biz kimin ayağına yazaq? Biz vətəndaş olaraq bu dəqiqə demək olar ki, acından ölürük. Bütün dövlətlərə, bütün Ukraynaya, Suriyə, digər ölkələrə yardım olunur. Vətəndaş olaraq biz acından ölürük, bizə kim yardım eləyəcək? İstəmirik sizin yardımlarınızı, haqqımızı heç olmasa verin. Dövlət məhkəmələrine əsasında olmasa haqqımızı verin, başqa heç bir şey istəmirik biz. Onsuz da mən 7 ildir ki, protez gözümü dəyişə bilmirəm. Nə var, bunun qiyməti 1200 manatdır, 1000 manatdır. Mənə verdiyi cəmi 150 manat pensiyadır. Mən bundan övlad saxlayayım, mən bundan ailə saxlayayım, mən bundan dərmanlarımı alım. Mən gözümün bir dənə mazı deyil bu, damcı dərmanı deyilsin verdiniz 150 manat. Əlimdə olanı da almışsınız. Əlimdə olanı da dövlət qurumuna alıb. Dövlətin adından çıxarılan məhkəmə qətnamaları var, icra olunmur. Cənab prezident, biz dövlətimizə arxalanırıq, biz sizə arxalanırıq, biz qanunlarımıza inanırıq. Xahiş edirəm, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məhkəmə qətnamalarına icra olunmasını göstəriş verin. Ədliyyə Nazirliyindən məhkəmə qətnamalarına riayət edilməsini, qanunu
əlini tapmasını göstəriş verin. Lənkəran İcra Prokuror Şöbəsində özbaşınalığa göstəriş verin. Məhkəmə qətnamalarından birbaşa cavabdeh olduğu halda məhkəmə qətnamalarının aliliyini qorusun. Ekologiya Nazirliyinin aliliyini yox. Hörmətə görə dövlət qurumudur deyə onların tərəflərini saxlamasın. Onların xeyrinə məhkəmə qətnamaları gündə bir yalandan məni 4 ildir süründürürlər. Bu özbaşınalığa son verin. Bu haqsızlığa son verin. Bu qanunsuzluğa söz verin, son verin. Belə qanunsuzluq olmaz. Analogu yoxdur bu qanunsuzluğun. Analogu yoxdur. Heç bir dövlətdə bunun analogu yoxdur, cənab prezident. Bunu siz görməlisiniz, vacib görməlisiniz. Xalqa sistem olunur, xalq əzilir. Necə hər yerdə deyilir ki, xalq dövlətin təməlidir. Hanı? Və biz təməl biz ləxləmişik. Demə biz ləxləyirsə dövlət də ləxləyir. Onda belə çıxır da. Vatandaş ölürsə, demək, təmal qutardı gedir. Vatandaşlar əzilsə, təmal da məhv olub gedirdi onda da. Xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və Ədliyyə Nazirliyindən məhkəmə qətnamalarına əsasən mənim dəmi ziyan ödənilməsi təmin edilsin.